Read the passage and answer the questions. Mətn oxuyun və sualları cavablandırın. The International Space Exploration Conference was held in Tokyo in 2026 and the gathered astronauts, aerospace engineers, government representatives and private space company leaders. Birinci Beynəlxalq Kosmik Tədqiqatlar Konfransı 2026-cı ildə Tokyoda keçirilmiş və astronavtların, aerokosmik mühəndislərin, hökumət nümayəndələrinin və özəl kosmik şirkətlərin rəhbərlərini bir araya gətirmişdir. The main focus of the conference was the future human space exploration beyond low Earth orbit, particular missions to the Moon and the Mars, as well as the increasing role of commercial space companies in shaping space policy. Konfransın əsas diqqət mərkəzi aşağı yer orbitində kənarda insan kosmik tədqiqatlarının gələcəyi, xüsusən də Aya və Marsa missiyalar, eləcə də kommersiya kosmik şirkətlərinin kosmik siyasətin formalaşmasında artan rolu olmuşdur. A central presentation was delivered by Dr. Kenji Nakamura, who shared data from recent lunar surface experiments conducted in cooperation with international partners. Mərkəzi təqdimatda beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində aparılan son ay səthi təcrübələrində əldə edilən məlumatları bölüşən Dr. Kenji Nakamura çıxış etmişdir. He highlighted that permanently shadowed craters near the Moon's south pole contain frozen water, which could support future long-term lunar bases. O, ayın cənub qütbü yaxınlığında daimi kölgədə dəstəkləyə biləcək, qeyd olunur ki, yəni qalan kraterlərlə gələcəkdə uzun müddətlərdə ay bazalarını dəstəkləyə biləcək donmuş su ola biləcəyini vurğulamışdır. Daha sonra isə qeyd olunur ki, another key speaker, Dr. Laura Bennett, discussed the psychological and physical challenges faced by astronauts during extended deep space missions. Daha sonra digər bir əsas məruzəçi Dr. Laura Bennett astronavtların uzadılmış dərin kosmik missiyalar zamanı üzləşdikləri psixoloji və fiziki çətinlikləri müzakirə etmişdir. One of the most debated topics was the timeline for human missions to Mars. Qeyd olunur ki, ən çox müzakirə olunan mövzulardan biri də Marsa insan missiyalarının vaxt qrafiki idi. Representatives from SpaceX proposed a rapid development strategy aiming for crewed missions within the next decade, while other agencies, including International Space Organization, argued that radiation exposure, life support limitations, and the communication delays require more cautious planning. Qeyd olunur ki, burada ən çox müzakirə olunan mövzulardan biri Marsa insan missiyalarının qrafikidir və SpaceX nümayəndələri növbəti 10 illikdə ekipajlı missiyalara yönəlmiş sürətli inkişaf strategiyasını təklif etdilər. Digər agentliklər, o cümlədən beynəlxalq kosmik təşkilatlar radiasiyaya məruz qalmasının, həyatı təmin edən məhdudiyyətlərinin və rabitə gecikmələrinin daha ehtiyatlı planlaşdırmanı tələb etdiyini iddia etdilər. The disagreement highlighted differences between private innovation and the governmental risk management approaches. Qeyd olunur ki, burada daha sonra fikir ayrılığı özəl innovasiya və hökumət risklərinin idarə edilməsi ilə yanaşı arasındakı fərqləri vurğuladı. Növbəti paraqrafımızda isə the conference also examined the growing competition for space resources. Konferans həmçinin kosmik resurslar uğrunda artan rəqabəti araşdırdı. Daha sonra isə qeyd olunur ki, several countries discussed legal and ethical implication of mining asteroids for rare minerals such as platinum and nickel. Daha sonra isə bir neçə ölkə platin və nikel kimi nadir qeyd olunur ki, minerallar üçün asteroidlərin hasil edilməsinin hüquqi və etik təsirlərini müzakirə etdilər. Növbəti hissədə isə legal experts referred to existing international agreements, including the Outer Space Treaty, but noted that current regulations are insufficient for commercial exploitation. Daha sonra isə qeyd olunur ki, hüquq mütəxəssisləri kosmik müqavilə də daxil olmaqla mövcud beynəlxalq müqavilələrə istinad etdilər, lakin mövcud qaydaların kommersiya istismarı üçün yetərli olmadığını qeyd etdilər. This raised concerns about potential conflicts in future space activities. Bu, gələcək kosmik fəaliyyətlərdə potensial münaqişələrlə bağlı narahatlıqlar yaratdı. Despite differing opinions, participants agreed on the importance of international cooperation. Yəni fərqli fikirlərə baxmayaraq, iştirakçılar beynəlxalq əməkdaşlığın vacibliyi barədə razılığa gəldilər.
The conference concluded with plans to establish a global monitoring system for future missions, marking a significant step toward coordinated space exploration efforts in the coming decades. Konferans gələcək missiyalar üçün qlobal monitoring sisteminin yaradılması planları ilə başa çatdı ki, bu da qarşıdakı 10 illiklərdə kosmik tədqiqat səylərinin əlaqələndirilməsi istiqamətində əhəmiyyətli bir addımdır. Mətnimizlə bağlı ilk sualımızda decide whether the statements are true or false according to the passage. Mətnə görə qərar verin ki, cümlələr doğru yoxsa yanlışdır deyilir. Birinci cümləmizdə the conference brought together participants from both scientific and the political backgrounds as well as private industry leaders. Yəni bu mətnimizin ilk hissəsində qeyd olunan bir məlumatdır ki, burada əsas iştirak edən nümayəndələr həm hökumət nümayəndələri olmuşdu, astronavtlar olmuşdu, mühəndislər olmuşdu və şəxsi özəl şirkət liderləri olmuşdu və verilən məlumatımıza əsasən biz birinci cümləni true götürmüş olacağıq. İkincidə one of the key scientific discussion focused on evidence suggesting the possible presence of frozen water on the moon. Burada əsas elmi tədqiqatlardan, müzakirədən biri ayda olan donmuş suyun mümkün qədər görünməsini təklif etməyin sübutuydu. Mətnə görə bu məlumat da qeyd olunduğuna görə, verilən paraqrafımızdakı məlumatda ayda olan suyun, əsas müzakirə obyektindən biri olduğu verilmişdi və bu məlumata əsasən biz yenə də ikinci cümləmizi true götürmüş olacağıq. The conference wrapped up with plans to set up global monitoring system for upcoming missions yazır. Konferans gələcək missiyalarda monitoring sistemini qlobal olaraq qurmağı planlaşdırırdı. Üçüncü cümləmizdə mətnimizə görə doğru hesab olunmuş olur. Dördüncüdə multiple nations focus slowly on the legal aspects of extracting valuable minerals from asteroids rather than ethical ones. Burada həm asteroid, həm də etik olan hissədən verilən maddələr olduğuna görə, burada rather than deyə qeyd edib deyə biz məlumatı səhv götürmüş olacaq. Yəni dördüncü cümlədəki məlumatımız mətnə görə false hesab olunmuş olur.